Ağalı kəndi Ali Baş Komandamız tərəfindən kənd sakinlərinə istifadəyə verilib. Kənd əhalisi bu dəqiqə çox sevinclidir. Hətta buna görə bizim evdə şənlik belə var. Eşitmişsiniz, Ağalı kəndi ağıllı kənd olaraq inşa edilir. Ağıllı kənd? Ağıllı telefonu başa düşdük, ağıllı saatdan başa düşdük. Haradaysa ağıllı lövhəni də başa düşmək olar. Kənd deyəsə ağıllı olar. Onun və mənim oxuduqlarım bizim Ağalı kəndinə cəlb edir. Yəqin o da bizim kimi bütün gün oxuyur. Uşaqlar, zarafat dünyanın rəngləridir bu Ağalı kənd. Sözün düzü televizorda etmişdim, prezidentimiz o kənd üçün xüsusi layihələr hazırlatdırmışdır. Bəs adi kənd, Ağalı kənddən nə ilə fərqlənir? Hoş gördük uşaqlar. Hamı bu haqda danışır. Siz də bu haqda danışırsınız. Çox əla. Yəqin ki, mənim haqlısınız. Ağıllı kənd, adi kənddən nə ilə fərqlənir? Azad olunmuş ərazilərdə salınan kəndlər, şəhərlər Smart City, Smart Village konsepsiyası əsasında qurulmalıdır. İndi mən sizə kiçik bir təqdimat seyr etdirəcəm. Siz həm ağıllı kəndlərdir, onu görəcəksiniz, həm də ağıllı kəndin hazırki vəziyyətini. Ağalı kəndi deyə bilərəm ki, dünyanın ən mütərəqqi kəndlərinin birinə çevrilir. Bunu biz eləmişik, öz gücümüzlə. Gül çiçeğim, etgüllidir, ey vətən, ey vətən. Dağlara düşen çəkdən, çöllərdə əzəm mehvər. Salam, mən Məhərrəmli Məhəmməd. Sumqayıt şəhər, İqtisadi Tam Orta Məktəbinin könüllü şagirdiyəm. Mən hal-hazırda Zəngilan rayonu Ağalı Kənd Tam Orta Məktəbində təhsilimi davam etdirirəm və ilk öncə məktəbimizin direktoruna və bütün fənn müəllimlərinə Ağalıdan salamlar. Uşaqlar, hələ bu nədir ki? Ali Baş Komandamız Azərbaycanı, əsasən də Qarabağı yeni innovasiyalarla, yeni texnologiyalarla inşa etməyi bildirib. Qarabağda gedən quruculuğa baxdıq işləri, böyük qayıdışın əsası tək tikinti deyil, dağıdılmış yurdların bərpasıdır. Hal-hazırda gedən infrastrukturlar, yollar, körpülər, məktəblər, mədəniyyət ocaqları tikilir. Bu isə Azərbaycanın qüdrətini, xalqının doğma torpaqlarına olan sevgisinin təzəssümüdür. Sizlər gələcəkdə Azərbaycanın qurucularından olacaqsınız. Azərbaycanı qürurla təmsil edəcəksiniz.